Deməli Cavanşir bəy, bugün bizim xalq artistimiz, sənətkarımız Aygün Kazımovanın ad günüdür. Bir yaxını kimi, bir tanışı kimi, bir də çox yaxın tanıdığı bir insan kimi təbriğinizi çatdırın. Əvvəla mən Aygünün yaxını deyiləm, tanışı da deyiləm. Mən Aygünün az qala atasıyam. Bilməniz lazım. İlk addımlarından Aygünün yanında oldum mən. Və onun demək olar ki, təxminən bir 17-18 yaşından sonra bugünə qədər həmişə daim Aygünün yaradıcılığını izlədim, yaradıcılığına yardım etdim, yanında oldum. Hətta bəzi hallarda şəxsi həyatında da müəyyən qədər bir iştirak eləmişəm. Ona görə də Aygün mənim üçün çox doğmadır. Müğənnilikdən başqa insani tərəfdən də mənim üçün doğma bir qızdır, xanımdır. Və bugün Aygünün doğum günüdür və hesab edirəm ki, Azərbaycan əyləncəli musiqisinin ən önəmli figuralarından biridir Aygün Kazımova və 90-cı illərdən, hətta 80'lərin sonundan başlayaraq 90-cı illərdən bugünə qədər Azərbaycanda əyləncəli musiqinin demək olar ki, modasını, tərzini təyin edir. Həm repertuarda, həm səhnə həyatında, həm yaradıcılıq planları ilə bağlı gördüyü işlərdir. Nə arzulayaq? Can sağlığı arzulayaq təbii ki, hamımız və daha böyük uğurlar, yaradıcılıq ömrünün mümkün qədər uzun olmasını mən şəxsən istəyirəm. Çünki ikinci ona bənzər bir müğənni mən görmürəm. O yüzden də onun davam eləməsi çox vacibdir bizim musiqi üçün. Təbrik edirəm Aygün, böyük qız olasan, ondan sonra xəstələnmə.